Sədi Şirazinin Gülüstan əsərində belə bir beyti var. Hər qiyahi ki əz-zəmin ruyət, vəhdəhu la şərikə ləh quyət. Hər bitki ki yerdən çıxır, hər qiyahi ki əz-zəmin ruyət, vəhdəhu la şərikə ləh quyət. Allahın təkliyini, tohidi təsdiq edir. Ərəbi bilən əzizlərimiz bilir, ərəb əlifbasında Lə hərfi, lə iləhə illallah yazı qaydası 2 haçalı, bəli, əlif və ləmdən ibarətdir. Və baxsaq, yerə düşən bütün bitkilər, yeyiləcək və yeyilməyəcək, yerdən çıxan bütün bitkilər ilk öncə 2 qulaqlı, yəni 2 haça, həmin o gövdəsi yerdə 2 yarpaq ki, həmin lənin işarəsidir. Hər qiyahi ki əz-zəmin ruyət, hər bitki ki yerdən çıxır, yerdən çıxan bütün bitkilər vəhdəhu lə şərikə ləh quyət. Yəni, əsl həqiqətdə Allahın təkliyini, Allahın həqiqi varlıq olduğunu isbatlayır. Baxsaq, yəni bu kainatı yaradan bir Allah var deyə, o bizə işarələr və müəyyən bir yollarla ona çatmaq üçün ibrət götürəcəyimiz, ibrət alacağımız hadisələri bizim qabağımıza çıxarır.